Salam dostlar, kanalıma hoş gelmişsiniz. Bugün danışacağımız mevzu mandalina. Biraz da sizi bir dakika düzeldim. Tam rahat görün. Okay. Bugün danışacağımız mevzu iş aktarmak, iş tapabilmemek ve niye iş tapabilmemek. Aynı cümleler çok pis kurdum, neyse. Birinci mandalinlerden başlayaq. Lütfen. Bir də mənim belə bir totemim var ki, mandalinlər belə sərt yox, yumuşaq olanda qabığın içində o daha şirin olur. Yoxlayaq. Mandalinisi qədər sevdiyim başqa bir ili var mı deyəsən yoxdur. Belki biraz da kızıl cücesi çok qəşəng olur. Başlayaq. Deməli, mən iş axtarmağa artıq 200 il davam edirəm və hələ ki öz istədiyim iş tempini tapmamışam. Mənim sevdiyim iş sosial media ola bilər, kontent yaradıcılığı ola bilər. Uşaqlıqdan bəri həmişə iki temada fikirləşmişəm. Ya jurnalist olacağam, ya da səfir olacağam. Səfirliyi çıxartdıq bir kənara, jurnalistlik və yanında başqa bir iş. Sonradan yarandı, o da universitet müəllimliyi. Sonra jurnalistlik sosial medianın əvəz olundu və indi universitetdə müəllim və sosial mediada davam etmək istəyirəm. Totemim doğru değilmiş, çok durdu. Ama bunun için de bunları əldə edene kadar hər şey yaşamaq üçün işə ihtiyacım var, pula ihtiyacım var. Əslində istədiyim iş standartları çox da qəribə deyil yəni. Baxın. 8 saat iş, həftənin 2 gün istirahət, bayram günləri istirahət və yaxud da premiya, yəni ödənç və insani iş mühiti, demokratik. İnsanidən qəsdim nədir? Yəni ki, heç olmasa 8 saat ayaqüstə, 9 saat ayaqüstə qalmıyorum da, yəni arada otura bilməyəni. Nə bilim, satıcı işləmişəm, ondan deyirəm. Nə bilim, çox belə yorucu işlərə 400-500 manat təklif eləməməkləri, insanla insan kimi danışmaları və s. belə yəni. Amma belə vakansiyalar istəmirəm. Hələ buna. Bugün yine bir iş görüşməsindəydim. Demək olar ki, yaxşı keçdi. Mən zənn edirəm. Daha dəqiq bazar günü biləcəm, ya da birinci gün. Var da buralar. Kameraya nasıl oldu? Ama buralar değil. Neyse, xəbərdar edərəm sizə gelişmələrdə, işin nə olduğunu zaman izah edərəm. Boğulmuştum. Sözüm nədir? Haqlarınızı bilin. Əgər sizdə gördüyünüz bir gülməli vakansiyalar varsa, bir şeyler de yazabilirsiniz. Ne bileyim, 10 saat iş, 400 manat maaş, ayda 2 dəfə istirahət, 300 manat maaş, 9 saat iş, 13-14 saat iş, 600 manat maaş. Baxın, qanunvericiliyə görə əgər siz minimum əmək haqqı deyəsən 400 manat üstü, 400 manatı bölürsünüz saata, yəni işlədiyiniz günlərə, 400 manat 22 günün ümumi puludur. Yəni 1 saat nə qədər düşdüyünü tapırsınız. Atıram bu 3 manat edirsən, adam sizi işlətdiyi hər əlavə saata görə 3 manatın 2 qat ödənc ödəməlidir. Çünki baxın, 8 saatdan artıq işlədiyiniz hər saat üçün normalda olmalı olan saatın 2 qatı pul hesablanır. Və bu o deməkdir ki, mən hesablamışdım minimum əmək haqqı ilə nə qədər düşür. Əgər siz 3 saat artıq işləyirsinizsə, almalı olduğunuz məbləğ 900 neçəsə manatdır. 600 deyil.
Bonus söhbətlərinə gələndə biz bonus veririk, maaş vermirik, belə bir şey yoxdur yəni. Siz əgər orada işçisinizsə, rəsmi. Zaten rəsmi işləmirsinizsə bunu eləməyin, yəni gedin əmək müfəttişliyində adınıza şey açın, sonra pul almaya bilərsiniz, adınıza sığorta yox, bir şey yox, yəni nə gerək var? Sizə fiks məbləğ verilməlidir. Daha sonra gecə smeni işləyirsinizsə maaş 20-30% minimum artıq olmalıdır. Sonra nə bileyim, diqqət edin belə şeylərə. Əslində səbiydim belə iş mövzularına görə, amma həm də biraz bir şeydən teo vermək istəyirəm universitetdə oxuyan tələbələrə. Nə edirsiniz dostlar? Universitetə daxil oldunuz və yaxud da universitetdə oxursa, 400 kurs belə olsaz, dərslər önəmlidir tabii. Kəsilməmək üçün oxuyun. Kəsilmək bizə lazım deyil. Amma əsas fokuslanan təcrübə proqramlarına, bəlkə də bəzi sizə işə yarayacaq könüllülər, yəni hardasa gün altı durub kağız paylamaq, sorğu keçirmək bu tipli yox. Nəsə öyrənəcəyiniz. Nəsə öyrənəcəyiniz bir şey olsun, yəni nə bilim, kompüter ola bilər, ciddi mənada yaxşı sosiallıq qazanacağınız bir şeylər ola bilər. Yəni qrup idarə eləmək kimi. Bu sizə çox faydalı olacaq. Dil öyrənin. Amma sayənizə uyğun. Peşə öyrənin. Peşədən qəsdim hansısa bir ofis proqramı, kompüter proqramı ola bilər. Nə bilim, rəqs ola bilər, idman ola bilər, nəsə bir peşəniz olsun əlinizdə. Belə kritik məqamlarda onu istifadə edib pul qazana bilərsiniz. Və dürüst olun. Dürüst olunla bağlı videonu səhər danışacağım. HR'la necə ünsiyyətə girək, necə CV-mizi tərtib edək. Ona görə səhərki videonu qaçırtmayın.